mı kaldı? Sizi de kanınıza belanı. Onu öldürmek istedim. Vallahi görürüm. Farsda seçilmiş kaç katına şartları 5 bin dolarlık alırsanlar. 2023-cü il fevralın 16-sında 1997-ci il təvəllüdlü Sücayət İbrahimovanın ağır xəsarətlərlə kliniki tibbi mərkəzə yerləşdirilməsi barədə 21-ci polis bölməsinə məlumat daxil olub. Araşdırma zamanı məlum olub ki, Rəşid Behbudov küçəsi 59 ünvanında yerləşən otelin 6-cı mərtəbəsində otaqda aralarında yaranmış mübahisə zamanı 1995-ci il təvəllüdlü Şükür Qəmbərov qadına yumruqla zərbələr vurduqdan sonra onu pəncərədən çölə atıb. Qəmbərov həmin gün bölməyə gələrək törətdiyi cinayət əməlini etiraf edib. 2023-cü il fevralın 16-sında Şükür Qəmbərov 22-ci polis bölməsinə gələrək qeyri-rəsmi münasibətdə olduğu qadını Rəşid Behbudov küçəsi 59 ünvanında yerləşən otelin pəncərəsindən çölə atması haqqında məlumat verib. 1997-ci il təvəllüdlü Sücayət İbrahimovanın ağır vəziyyətdə kliniki tibbi mərkəzə çatdırılması məlum olub. Saxlanılan şəxs inzibati ərazi üzrə 21-ci bölmənin əməkdaşlarına təhvil verilib. Baxış keçirməsi protokolundan görünüb ki, hadisə otelin 6-cı mərtəbəsində 1603 sayılı otaqda baş verib. Müşahidə kameralarına baxış keçirilərkən Şükür Qəmbərovun qadın və 2 uşaqla birlikdə saat 16:18-də otağa daxil olmaları, saat 19:33-də Qəmbərovun otaqdan çıxıb liftə girməsi, sonra pilləkənlərlə çıxışa doğru qaçması müəyyən edilib. Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, saat 19:20-də Şükür Qəmbərov qeyri-rəsmi münasibətdə olduğu Sücayət İbrahimova və sonuncunun azyaşlı övladları ilə birlikdə otelin 6-cı mərtəbəsində olarkən qısqanclıq zəminində qadınla mübahisə edib. Baş nahiyəsinə zərbələr vurduqdan sonra Sücayət İbrahimovanın ayaqlarından tutub yuxarı qaldırmaqla onu pəncərədən çölə atıb. Nəticədə qadın otelin 3-cü mərtəbəsi səviyyəsində olan tikilinin dam örtüyünün üzərinə düşüb. İbrahimova üzündə və bədənində çoxsaylı qansızma və sıyrıqlarla ağciyərlərin əzilməsi ilə müşahidə olunan döş qəfəsinin küt travması, burun sümüklərinin sınığı, qapalı kəllə beyin travması ilə hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadasının müşahidə ilə kliniki tibbi mərkəzə çatdırılıb. Həyatı xilas edildiyindən iradəsindən asılı olmayan səbəblərə görə Şükür Qəmbərov zərər çəkmişi qəsdən öldürməyə cəhd edib. İş üzrə dindirilmiş Şükür Qəmbərov bildirib ki, 2023-cü il fevralın 16-sında barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə baxılan iş üzrə hazırlıq iclasında iştirak etmək üçün Lənkəran şəhərinə gedib, sonra Bakıya qayıdıb və Sücayət İbrahimovaya zəng edib görüşmək istədiyini deyib. Ona otelə getməyə təklif edib. Qeydiyyatdan keçdikdən sonra 6-cı mərtəbədə olan otağa qalxıblar. Özlərinə məxsus mobil telefonları azyaşlı qızlara verib, hamam otağında oyun oynamalarını tapşırıblar. 1-2 saata rayona getməli olduğunu bildirəndə Sücayət, səni rayonda gözləyən qızlar var, sən başqaları ilə danışırsan deyib. Əvvəl üzünə sillə, sonra sinəsinə zərbə vurub, qapıya tərəf qaçarkən onu arxadan tutub və yenidən pəncərəyə tərəf gətirib. Ayaqlarından tutub qaldıraraq onu pəncərədən çölə doğru itələyib. Arxasınca baxanda Sücayətin 3 mərtəbə aşağı düşdüyünü görüb. Hamamda əllərini yuyub, uşaqların birindən öz telefonunu götürüb, onlara otaqdan çıxmamalarını və birazdan qayıdacağını deyib, 22-ci bölməyə gedib, özünü növbətçiyə təqdim edib baş vermiş hadisəni danışıb. Martın 30-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Özünüzü təqdim edin. Qəmbərov Şükür Qəmbərov 1995 fevralın 9-da
Tanımışam, hazır edirəm. İbrahimova Sücayət Məziz qızı. Tanıyırsınızmı? Bəli, bir münasibətimiz var. Mart ayından tanışmamışıq 2022-ci. Uzadan danışın biraz. 2022-ci ilin mart ayından tanışmamışıq. Evdə qeyri-rəsmi yaşamışdıq. 16 fevral 2023-cü ildə bir yerdə Park otelə getdik. Orada mübahisəmiz yarandı. Məndən sorduğunu, mənim soyuq hərəkət etdiyimi bildirdi. Başqalarının olduğunu, bu barədə mənimlə mübahisəsi başladı. Mən də ondan onun üçün yox, ayın fevral ayının 11-12-si harda olduğunu, yəni Azərbaycana nə üçün getdiyini soruşdum, bildiyimi bildirdim. O da mənə elədə getdiyini demişdi. Sonra dedim ki, mən çoxlarını ayrılıram. Dedi ki, yaxşıdan hər şey danışacağım insandan ayrılma. O mən hər şey danışdıqdan sonra danışdı ki, Aparanın 11-i, 12-si günlərin Azərbaycada olduğu zaman başqa insanlarla əlaqədə olub. Bunu öyrəndikdən sonra mən ondan nifrət etməyə başladım və dedim ki, sizi yoxlardı, burada bir yerdə ola bilmərik. O dedi ki, əgər adresi arzumu öldürəcəm, mən onun öldürəcəyinə inanmadım. Dedi ki, dedim gedək evə, sizi evə qoyum. Oradan da mən evə gedəcəm. Dedi ki, mən özün görəsən, hansı bir binanın başına çıxıb özümü atacam. Dedim, inanmıram. Dedi, onda görüntülü görəcəm. Dedim, inanmıram. Dedim, burada pəncərəni atım. Dedim, atırsan, ged at. Getdi pəncərənin yanına yaxınlaşanda, mən də onunla birlikdə yaxınlaşdım. Pəncərəyə qalmışdı, özünü atma vəziyyətini mən onu tutdum, içəri saldım. Səsindən tutdum, içəri saldıqdan sonra ona bir şeylə vurdum. Pəncərəni bağladım, pərdəni çəkdim, getdi, oturdu, ağladı. Ağladıqdan sonra mən uşaqların yanına yaxınlaşmışdım. Yaxınlaşanda uşaqlardan demək üçün nə istədiklərini soruşdum. Receptiondan demək, bizim telefona yaxınlaşanda gördüm pəncərənin altında. Bir daha pəncərəyə çıxıb qışqırır, ağlaya-ağlaya. Pəncərəyə atılıb çıxmışdı. Mən ona yaxınlaşanda gördüm ki, həmin an panikaya düşdüm, özümü itirdim və mən onu itələdim, istəməyərək oldu. İtələdim və yıxıldı. Yəni, nə məqsədlə itələdiniz? Həm onun dedikləri şeylər məni üstəlikdə salmışdı, əsəbi idim. Həm də həmin an özümü itirdim. Qışqırırdı, iş işdən keçmişdi, gördüm. Bir çarə yoxdur, itələdim onu. Sonra da özüm Gələcək Polis şöbəsinə özüm təslim oldum. Deməli, siz 6-cı mərtəbədə olmuşsunuz otelin. Bəli. Siz dərk edirdinizmi 6-cı mərtəbədən İbrahimov Sücayəti itələdikdən sonra o ölə bilər, ölmə şansı daha çoxdur? Həmin an onların heç birisini düşünmürdüm, yəni öləcəyinə də açıq inanmırdım. Yəni necə oldusa birdən belə oldu, hadisə baş verdi. Özümü itirdim, onu da itələdim. Sücayət İbrahimova İbrahim Parkına verdiyi ifadəsində bildirmişdi ki, siz ona həm boğmaq istəmişdiniz, bundan sonra da yumruqla baş nahiyəsini dəfələrlə zərbələr etmişsiniz. Bu barədə nə deyə bilərsiniz? Mən onu vurmamışam, işilə vurmuşam, bunu vurmuşam. Boğmaq olmuyor, yəni baxa bilərsiniz. Boğazında əvizləri ən azından ola bilər. Bəlkə boğuşanda çəkmək üçün tutmuş olabilir. Necə çəkmək üçün? Özünü doğru çəkmək üçün, birinci səfər özünü atanda mən saldım içəriyə, qoymadım özünü atsın. Amma ikinci səfər bezmişdim, səbir edeyim, həmin an dedim, nə olacaqsa olsun. Yanınızda kimlər olmuşdu? Süzət yanımdan 2 uşaq var. Yaşları neçədir? Birinin 4, birinin 6. Hadisi ilə baş keçirilən zaman sizin olduğunuz, yəni icarəyə götürdüyünüz otelin otağında divarda qan ləkələri və həmçinin pərdə üzərində qan ləkələri aşkar olmuşdu. Bundan başqa yataq pasteldə, çarpayının üzərində, həmçinin hamam otağında salfetkalar və qanlı. Bu arada nə göstərə bilərsiniz? Bu arada bir şey deyə bilmərəm, yəni onu hər hansı bir yeri qanlamışdır. Otel otağının divarına sıçramış şəkildə olan qan ləkələri var, nə deyə bilərsiniz? O arada bilmirəm, mən bilməmişəm, onu şeylər bulmuşam. 16 fevral 2023-cü il tarixdə görüşün kim tərəfindən təşkil edilməsi barədə nə göstərə bilərsiniz? İkimiz də görüşmək istədik. Ondan əvvəl ayın 10 günündə görüşmüşdük, fevral ayının 10 günündə görüşmüşdük. Yanvar ayında da görüşmüşüm dəfələrdə. Yəni, mütəmadi olaraq danışıldı, vaxt təyin edib görüşürdük. Siz və Sücayət İbrahimova arasında baş vermiş mübahisə zamanı
sizin otaqda olan Süzət İbrahimovanın Fidan və Yağmur adlı qızları, azarşı qızları bu mübahisəni görmüşdürmü? Mənim bildiyim yox, onlar otaqdaydı çünki Özkan qarşı bulan dedi, mənim bildiyim yox. Amma həmin o an sonra çıxıblarsa deyəlməm, amma mənim bildiyim yox, onlar otaqdaydı. Süzət İbrahimovanın hansı hərəkət nəticəsində siz onu öldürmək qərarına gəlmişdiniz? Mən hər an bir anlıq olan əsərdə olan bir şeydir, yəni belə planlı bir şey deyildi. Onun elədiklərindən sonra mən ona arasıydım. Süzət İbrahimova ilə aranızda baş vermiş hadisə zamanı, mübahisə zamanı sizə hər hansı xəsarət almışsınızmı? Xeyr, xəsarət almamışam. Əvvəl başdan, yəni stollar orada necə qoydunuz, kim qoydu? Stolları biz qoyduk. Harada yerləşirdi onlar? Stolları qoyduk. Ayağını qoymuşdur. Pəncərəni açın, hansı formada idi göstərin. Pəncərə açıq olmalardı, bura. Pəncərə açıq olmalardı. Ayağını qaldırıb bura qoymuşdu. Artıq birinin bir səsi çöldəydi. Qışqırırdı. Həmin an danışıqlar, mübahisələr. Bir anlıq özümü itirdim. Əsərdən tələdim. İfadənizdə göstərirsiniz ki, xanım özünü atmaq istəyərkən siz onu qusursuz geriyə çəkmişsiniz. Bəli. O nə vaxt baş vermişdi? Birinci səbəb, ondan bir 10-15 dəqiqə bu arada. Həmin vaxtı xanımın şalvarında və ya hansısa paltarında zədə alınmışdımı? Xeyr, səsindən tutmuşdum. İçəri çəkdim. İçəriyə doğru yıxıldı. Çəkəndən sonra bir şillə vurdum ki, kes otur. Özünü öldürəcəyini inanmırdım. Pəncərəni də örtdüm. Kesmişdim, hər şey düzəlmişdi. Təzədən çıxanda gördüm pəncərəyə çıxıb. Dizini bura qoyub, qalxıb. Özünü oradan atdı. Çıxmışdı, bədənin bir çox hissəsi çöldəydi. Sizdə tutmaq istədim. Tutan bilmədim, bacara bilmədim. Qışqırırdı, həmin an özümü itirdim, tələdim. Siz ifadənizdə göstərirsiniz ki, xanımı içəri dartarkən şalvarından tutmuş da şalvarı cırılmışdı. Şalvarın burasından tutmuşdu. Daha sonra nə ediniz? Xanımı itərdikdən sonra? Beləsinə baxdım, gördüm tərpən verib, düşdüm aşağıya. Yanına getmək üçün 4-cü mərtəbədən çıxdım. Uşaqlara hansı göstəriş verdiniz? Nə ediniz? Uşaqlara dedim, gözlüyün burada gəlirəm. Uşaqlara dedim, gözlüyün gəlirəm. Uşaqlar gözlüyündü. Çıxdım, 4-cü mərtəbədən çıxdım. Siz xanımla cinsi hərəkətdə olmuşsunuz burada. Həmin vaxtda uşaqlar haradaydılar? Həmin otaqda. Hamı otağında. Orada olarkən qapı açıq idi ya bağlı idi? Bağlı idi, etmişdik o. 4-cü mərtəbəyə çıxdım. Çıxış yolunu olmadım. Sonra 3-cü mərtəbədə bir dağı düşdüm. Liftdən. Aha, sonra? Sonra 1-ci mərtəbəyə çıxdım. Orada lift dayandı. Qaça-qaça qapının altına çıxdım. Sağa sola baxdım. Axtarım. Tapıldım. Həmin an işə daha bir işdən keçmişdik. Zərər çəkmiş Sücayət İbrahimova bildirib ki, Şükür Qəmbərovla 2022-ci ilin aprel ayında tanış olub, müxtəlif otellərdə görüşüb, cinsi əlaqədə olublar. Dəfələrlə aralarında münaqişələr baş verib. 2022-ci il iyunun 20-sində Şükür onun uşağını döyüb. Oktyabrın 2-sində Ağcabədi rayonunda bıçaqla ona xəsarət yetirib. Barəsində cinayət işi başlanılıb və o bir neçə gündən sonra saxlanılıb. Həmin il dekabrın 23-də Şükür məhkəməyə qədər ev dustaqlığına buraxılıb. Münasibətdə olduğu ərəfədə işləməsinə icazə vermədiyindən onun Şükürdən maddi asılılığı olub. Qəmbərov əsassız bəhanələrlə onu yumruqla və taxta parçası ilə döyüb. Bununla bağlı 2 dəfə Qax və Xaçmaz rayonlarında polis şöbələrinə müraciət edib. Ailəli olmuşsunuz əvvəllər. Bəli, ailəli olub, boşanmışam, 2 dənə qızım var. Şükür Qəmbərovu tanıyırsınız? Bəli. Nə vaxtdan tanıyırsınız? 2022-ci ilin aprelin əvvəlləri tanış olmuşum. Yəni münasibətiniz nə olub, hansı səviyyədə olubdu? Münasibətimiz, yəni ailə quracaq həddə qədər gəlib çatmışdı. Yəni mənə deyirdi ki, sən alacam, nə qədər aramızda davalar olsa da ayrılmaq istəməyib. Sizi əvvəllər vurub. Nə vaxt olub? Məsələn, oktyabrın 2-si mən bıçaqlayıb. Ondan əvvəl uşağımı döyüb. O nə vaxt olub? Uşağı iyun ayının 20-si döyüb. Bu sonuncu hadisə barədə nə deyə bilərsiniz? Kimin
dəvəti ilə gedilib? Yəni siz dəvətlənmisiniz yoxsa şükür? Dedi ki, görüşək, darıxmışam, səni görmək istəyirəm. Getdik. Mübahisəmiz yarandı oteldə. Dedi ki, səni boğacam əlləri ilə. Mübahisə nəyə görə yarandı? Mən ona dedim ki, sən kimlənsə danışmısan, daha doğrusu danışırdı da 2 dəfə. Dirəşdi ki, sən də filan kəslərlə münasibətin olubdur. Dedim ki, yəni münasibətim olmayıb da. Gördüm ki, əl çəkmir, dedim ki, hə. Dedi ki, əgər boynunu almasan daha çox pis olacaq. Mən də az çox xasiyyətimi bilirdim də onu. Dedim ki, hə, olubdur. Yəni həqiqətən olmuşdu? Yox, həqiqətən olmamışdı, amma gördüm ki, əl çəkmir. Dedim ki, hə, olubdur. Sonra məni boğmağa başladı. Dedi ki, sən öldürəcəm. Dedim ki, boğulmaqdan, boğularaq ölməkdən qorxuram da. Yəni o üzülümdə. İcazə ver, mən özümə nəsə eləyim də. Uşaqların yanında olmasın, uşaqlara aparım qoyum evə. Dedi ki, sən özünü öldürən deyilsən. Esinə bir dəfə pəncərədən aşağı baxdım. Yəni hündürlükdə can şirin şeydir. Yəni özümü öldürməyə atmaq deyə bir fikrim olmuyor. Gördüm ki, bu ciddən məni öldürmək istəyir də, boğmaq istəyir. Pəncərəni yırdım, açdım da. Plastik pəncərə idi. Başımı çölə çıxartdım, qışqırdım. Qapıdan çıxış yolum yox idi, çünki kartla idi. Mən də kartla açmağı bacarmırdım, o özü açıb bağlamışdı da. Qışqıranda, üzüm elə bir də pəncərədən çölə qışqıranda ayağımdan qaldırdı. Oldu ki, pəncərədən tutmuşdum da, amma qışqıran vaxtı əllərim pəncərədən sallaqlı qaldı. Bütün bədən, yəni çöl tərəfdəyimdə sallaqlı qalmışdım pəncərədən. Sonra əlimdən, başımdan, əlimi pəncərədən araladı. Elə qışqıra düşdüm. Amma şiferin üstə düşdüyümü xatırlamıram da. Ona görə ki, yəni yolda huşum itibdi. Orada siz pəncərədən sizi itələyəndə hansı, yəni üzünüz hansı tərəfə idi? Otağa baxırdınız yox? Otağa tərəf baxırdım. Üzünüz otağa idi? Hə, qışqıranda elə bil ki, üzüm çölə idi də, yəni. Etdən sonra düşdüm aşağı. Daha ondan sonra yəni bilmirəm nə qədər vaxt sonra ambulans gəlib, nə olub, heç nə xatırlamıram. O uşaqlar hardaydı həmin vaxtı? Mənim telefonum uşağımın birində, onun da telefonu birində, hamam otağında stol qoymuşdu. Amma mən pəncərənin ağzında qışqıran vaxtı bilmirəm, uşaq arxadan baxırdı, baxmırdı, onu çünki fikrim özümdə idi də. Həmin görüşü kim təşkilləmişdi? Şükür özü dedi ki, görüşək. Mən ona dedim ki, yəni sözün düzü də dedim, uşaqla istəmirəm də otelə getməm. Dedi ki, gedək də, başqa otaq tutacam uşağa. Orada cinsi əlaqədə olmuşsunuz? Yəni razılıq olub, ya zorla olub? Yox, razılıqla. Bu Şükür Qəmbərov, siz oteldə olduğunuz zaman sizə hər hansı xəsarət yetirmişdi? Başıma vurub, əllərimə də şişib, bir də üz nahiyəmə bir neçə zərbə vurubdu. Hadisə ilə baxış keçirilərkən otel otağının divarında, sonra pərdəsində, kənar divarında qan ləkələri, qana bənzər ləkələr aşkar olunmuşdu. Vuran vaxtı, vurum qanasın, amma yəni onu qanadığını hiss eləməmişəm də, yəqin ki, onun zərbəsi olmuyor, çünki üz nahiyəmə vurub necə şey. Ya ağzımın qanaması, ya burnumun yəni olar ki, onun yəni həmin qan ləkələr olsun. Şikayətiniz varmı? Yəni şikayət və tələbiniz nədən ibarətdir? Yəni o birinci hadisə deyil də, 3-cü, 4-cü hadisədir ki, mən eləyir yəni. Mənim nə günahım var, məndən düşmənçilik var. Cəzası nədirsə qanunla şikayətçiyəm. Qanun nə verirsə bu qədər mən elədiklərin yesin, cəzasını çəksin. Daha çölə çıxmağını istəmirəm. Yəni o məni düşünməyəndən sonra mən onu niyə düşünməliyəm ki, amansızcasına 2 dənə uşağın yanında neçə dəfə yalvardım ki, heç olmasa uşaqlarıma yazığın gəlsin. Onlara baxmayaraq, yəni bu boyda yaralarıma rağmen mən oradan tulladım. Bağışlamayacam, yəni qanun nə cəza verirsə bu qədər elədiyinə rağmen geçsin, cəzasını çəksin.
Şahid Yağmur Bədəlzadə ifadəsində göstərib ki, fevralın 16-sında oteldə olanda o bacısı Fidanla hamam otağında oturub Şükürün telefonunda cizgi filminə baxıblar. Daha sonra çöldən anasının səsini eşidib. Sonra Şükür yanlarına gələrək telefonu əllərindən alıb hamam otağından çıxıblar. Şükürün anasını vurmasını və pəncərədən çölə atmasını görməyib. Yalnız anasının həmin şəxsə yalvarmasını eşidib. Deyirəm, sənə ayıb olsun. Nə qədər səni insan kimi yola verirəm, sənə xeyri yoxdur. Yaxşılıq bilmirsən. Çox yeyirsən, sən məni yola verə bilmirsən. Başa düşdün, sən məni yola verə bilmirsən. Başa düşdün? Qəhbə özünsən, eşitsən məni. Qəhbəni yola verərlər. Qəhbə özünsən, başa düşdün? Çox yeri və məni sən yola verə bilmirsən. Sən kimi 1000 dənə qəhbəni mən barmağımdan fırlayıram. Başa düşdün məni? Canazlar hə. Rəddə o cəhənnəmə şəklini qaytar, səni gəlib öldürəcəm orada. Küçük, mən özümdən çıxarma. Mən yola gəlsəm anamı diri-diri doğrayacağam. Başa düşsən, mən özümdən çıxarma. Məni özümdən çıxarma. Məni az bəs qəbul elədin sən. Tez elə şəkildə qaytar onu, tez elə. Mən anamı azad bilmirəm. Eşitmirsən məni? Qaytarram. Tez ola qəhbə, tez elə. Bağlama telefonu. Olsun, mədəniyyətin olsun. Ay bir adamla adam kimi danış. Eşidirsən, səndən 102 verdi. Bax sənə dedim ki, onu yığıb onu hədət çatdırma. Cəhənnəmə versin, qara yer versin. Sənin nə işin? Məhkəmə iclasında Şükür Qəmbərov ittiham üzrə özünü təqsirli bilməyib. Məhkəmə qənaətə gəlib ki, Şükür Qəmbərovun Cinayət Məcəlləsinin 29-120.1-ci qəsdən adam öldürməyə cəhd maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib. Həmin əməl təqsirləndirilən şəxsin öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb. O, qanunla müəyyən edilmiş qaydada həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. 2024-cü il mayın 6-sında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə Şükür Qəmbərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. 2023-cü il iyunun 27-sində Xəzər rayonunda ağır cinayət törədilib. Belə ki, stansiya qala ərazisində fəaliyyət göstərən kafenin heyətində aralarında yaranmış mübahisə zamanı Akif Məcidov üzərindəki cib bıçağı ilə 1984-cü il təvəllüdlü Zaur Neymətova zərbə indirib. Ürəyindən yaralanan zərər çəkmiş xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Cinayəti törədən Akif Məcidov həmin gün saxlanılaraq istintaqa təhvil verilib. 28 iyun 2023-cü il tarixli baxış keçirilməsi protokolundan görünüb ki, hadisə stansiya qala ərazisində yerləşən kafedə baş verib. 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmayan 1995-ci il təvəllüdlü Akif Məcidov saxlanılıb. Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə 1984-cü il təvəllüdlü Zaur Neymətovun ölümünə ürəyin zədələnməsi nəticəsində baş vermiş kəskin qan itirməsi səbəb olub. İstintaqla müəyyən edilib ki, iyunun 27-si saat 23 radələrində stansiya qala ərazisində yerləşən kafenin heyətində Akif Məcidov aralarında yaranmış mübahisə zamanı üzərindəki bıçaqla Zaur Neymətovun döş qəfəsinə bir dəfə zərbə indirib. Bu hərəkət ilə Məcidov zərər çəkmişi qəsdən həyatdan məhrum edib. İş üzrə dindirilmiş Akif Məcidov bildirib ki, iyunun 27-sində dostu Azərin avtomobili ilə Qala qəsəbəsinə gedib. Restorana daxil olanda Əli, Asim, İslam və Zaur adlı tanışlarının masa arxasında oturduqlarını görüb. Azər 15 dəqiqədən sonra işi olduğunu deyib sağollaşıb. O, Əli və Zaurla əvvəl pivə, sonra isə bir şüşə araq içiblər. Hesabı ödəyib restorandan çıxıblar və İslamın avtomobilinə əyləşib başqa bir yerdə çay içməyə qərar veriblər. İslam maşını stansiya qala ərazisində yerləşən kafenin qarşısında saxlayıb, obyektə daxil olub çay sifariş veriblər.
O başqa tanışına zəng edib, onunla əsəbi şəkildə danışıb. Danışıb qurtarandan sonra Zaur nalayiq şəkildə az danış, baş beynimizi xarab eləmə deyib. Ondan nəyə görə söyüşlə danışdığını soruşduqda aralarında mübahisə başlayıb. Zaur ona təpi ilə zərbələr vurub. Zərbənin təsirindən yıxılmasın deyə onun köynəyindən tutub. Hər ikisi yerə yıxılıb. Tanışları onları ayırmağa çalışıblar. Həmin vaxt kafedə onlardan başqa müştəri olmayıb. Zaur üzərində oturub onu boğmağa çalışıb. Sağ əli ilə cibində olan bıçağı çıxaranda Zaur onu əlindən alıb. Ayaqları ilə onu itələsə də tanışını özündən kənarlaşdıra bilməyib. Zaur bir qədər yaxınlaşıb və dərhal sinəsini tutub ayağa qalxıb. Kafenin heyətindən çıxıb. Əli ilə İslam Zauru Mərdəkan qəsəbəsində yerləşən Xəzər Tibb Mərkəzinə aparıblar. Həkimlər müayinə edib Neymətovun öldüyünü bildiriblər. Özü polisə zəng edib hadisə barədə məlumat verib. Akif Məcidov əlavə edib ki, fiziki cəhətdən ondan daha güclü olan Zaur Neymətov bıçağı əlindən alanda kəsici alət bağlı vəziyyətdə olub. Çox güman ki, onlar yerdə süpürləşərkən Zaurun əli düyməyə dəyib və bıçaq açılıb. Zərər çəkmiş şəxsin hüquqi varisi Bahariyə Garayeva ifadəsində göstərib ki, iyunun 27-sində günorta böyük oğlu Zaur evdən dost tanışı ilə görüşmək adı ilə çıxıb. Növbəti gün saat 15 radələrində evlərinə gələn 5-6 nəfər oğlunun öldüyünü xəbər veriblər. İslam adlı dostu Qala qəsəbəsində baş vermiş hadisəni danışıb. Bundan sonra birlikdə patoloji anatomiya şöbəsinə gedib oğlunun meyidini təhvil alıblar. Şahid Əli Zeynalov bildirib ki, iyunun 27-sində Akif avtomobildə və maşından düşərkən kiminləsə əsəbi şəkildə ucadan söyüş-söyə danışıb. Buna görə Zaur Akifə iradını bildirib və bu sözlü mübahisəyə, sonra isə əlbəyaxa davaya səbəb olub. Akifin əlindən, Zaurun isə sinəsindən qan axıb. Akifin Zauru bıçaqla vurduğunu görməyib. Təqsirlənən şəxs 13 mart neçənci ildə 95-ci. hardan adam olursunuz? Bakı şəhəri Sarıncı Siz rayonu. harada qeydiyyatdasınız? Bakıxanov qəsəbəsi Məsəli Gəncəli. Ev 2 mənzil neçə? Mənzil 57. Orada yaşayırsınız. Bəli, orada yaşayıram. Demək hazırda 3 ayda saxlanırsınız. Siz sənədləri alıbsınız, Abilibonda və digər sənədləri. Bəli, tanış olmuşam. Təqsirlənən şəxs hazırda vəsatətiniz. Hazırda vəsatət yoxdur ki. Hazırda məsələ izahatında Yox, biz sübut araşdırmırıq. Biz vəsatətimiz var mı hazırda? yox. Məhkəmə iclasında Akif Məcidov iddiam üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Zaur Neymətova məqsədli şəkildə bıçaqla zərbə endirməyib. Onu öldürmək fikri olmayıb. Zərbələrindən yayınmaq üçün bıçaqla Zaurun əlindən ya qolundan vurmaq istəyib ki, ondan uzaqlaşsın. Zərər çəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsi bağışladığını, ona qarşı şikayəti olmadığını bildirib. Məhkəmə nəticəyə gəlib ki, Akif Məcidovun əməli Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə düzgün tövsif edilib. Odur ki, ona həmin maddənin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. 2025-ci il fevralın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Akif Məcidov cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum olunub.